Azərbaycan ordusu beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində mövqe və dislokasiya yerlərini dəqiqləşdirir. 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal edilmiş Fərrux yüksəkliyi bir güllə belə atılmadan artıq ordumuzun nəzarət altındadır. Erməni silahlı qüvvələri vaxtilə məhz bu yüksəklikdən Ağdamı intensiv atəşə tutmuş, Xocalı soyqırımını törədərkən də buranın coğrafi üstünlüklərindən istifadə etmişdi. Fərrux yüksəkliyi və onun Azərbaycan üçün strateji əhəmiyyəti barədə müzakirələrimizi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin polis rəisinin müavini, hazırda Bakı Slavyan Universitetinin dosenti Sadir Məmmədovla aparacaq. Xoş gördük sizi Sadir müəllim. Çox sağ olun. Sadir müəllim, əvvəlcə Fərrux yüksəkliyi barədə tamaşaçılarımıza məlumat verək. Bu yüksəkliyin bizim üçün strateji hərbi əhəmiyyəti nədən ibarətdir? Buyurun. Bunun əsas strateji əhəmiyyəti bizim üçün çox böyükdür, amma ermənilər üçün ölüm cəzasıdır. Nəyə görə? Çünki həmin yüksəklik Kəlbəcəri, Ağdərəni, Xankəndin, bütün Dağlıq Qarabağ keçmiş o üzdən raq, Dağlıq Qarabağın ərazisi birləşdirən bir yüksəklik idi. Çünki ermənilər həmin yüksəklikdən nəinki Ağdamı, Tərtərin kətlərin, Tərtəri, bütün o Güllücə, ondan sonra Nəmirli, Qırmızı kənd, hamısını vururdular. Onları vurmaq qeyri-mümkündür. Çünki onun qabağını Şahbulaq kəsirdi, Şahbulaq yüksəkliyi. Və orada da Daşkənd bilirsiniz var da, Daşbənd o həmin ən yüksək yerdir ki, onlar orada özlərinin bütün o hərbi sursatlarını yerləşdirmişdilər və oradan bütün bizim əraziləri gülləboran edirdilər. Əsas əhəmiyyət ondan ibarətdir ki, Ağdərə-Xankəndi trası məhv oldu. Çox gözəl bir yol çəkiblər bunlar. Xaçın çayının üzərində bir körpü tikiblər. Həmin körpü vasitəsilə onlar Əskərəndən, Xankəndindən gələn o silahlıları zadı hamısının dislokasiyası ilə məşğuludular. O yol aparır, çıxardır düz Xankəndinə, Əskərənə. Və Əskərəndən Şesloy deyirdi, o Rus dilində modudur. 86-cı kilometr deyirlər, Yevlaqdan götürülürdü o kilometr. Gedib çıxırdı həmən yolda, həmən yola. Gəlirdi Badara kəndi var orada, Ballıca var, Kərəmli var. Bilirsiniz, orada çox kəndlər var. Bax, Umutlu var, İmarət Qəribə, 40-a yaxın kənd. Hamısı azad oldu. Elə bil ki, bizim Ağdamı Sırxavət kəndi vardı, Əlağalı vardı, Körpülü vardı, Kürdlər kəndi vardı, Seyidlər vardı. Çox-çox kəndlər, adlarını mən sadalasam, heç vaxtımız çatmayacaq və bütün bu strateji əhəmiyyəti olan yerlər azad olundu. Mən bir şey burada xatırlatmaq istəyirəm sizə. Bilirsiniz, möhtərəm prezidentimiz nə qədər ermənilərə dedi ki, gəlin BMT-nin 4 qətnaməsini icra eləyək. Gəlin icra eləyək, bu məsələ qutarsın. Başınıza o müsibət gəlməzdi. İndi onlara deyir ki, gəlin 10 noyabr bilirsiniz də, Ermənistanın baş naziri Putin və bizim möhtərəm prezidentimizin bəyanatında o 4-cü punktu da icra eləyək, canınız qutarsın. Bunlar oyun oynayırlar. Mən burada müraciət edirəm ermənilərə, yəqin mən tanıyanlar var. Ağlınızı başınıza yığın, gəlin o qətnaməni tam, o silahlı birləşmələr var, orada separatçılar. Rədd eləyin, geçsin, sonra da gəlin bizlə birlikdə yaşayın, nə qarısı qarında, gənə dağılları başlarına gəlmir. Bir gün elə olacaq ki, mən deyim ki, gənə yumruq onların başına dəyəcək. Və belə strateji əhəmiyyətə qalanda Ağdərənin o yolun alınması, Qarabağın artıq azad olunması deməkdir, tam. Çünki Xankəndi, Əskərən deyəndə o Xocalıdır da, bizim Xocalıdır, onlar Əskərən adlandırmışdı. Hamısı bizim nəzarətimiz altındadır. Bizim ordumuzun halal olsun. Mən onların qarşısında baş əyirəm. Çünki bu çətin vəziyyətdə, çətin reliefdə, orada o hadisələrdə 40-a yaxın adamı bir dəfəyə onlar ki, oranı işğal elədilər 17-si iyunda ermənilər. Neçənci il idi? Bu 93-cü ilin iyunun 17-sində. Xatırlayaq həmin məqamı da. Bəli, həmin məqamda deməli onlar ki, orada bizim 40-dan çox ordumuzun nümayəndələri, mənim özümün, məsələn, Xocalı polisinin 2 nəfər, Bəhmən Bağırovla İsmailov İnqilab həlak oldular, milli qəhrəmandılar onlar. Orada, yəni ki, orada kimlər xidmət aparırdı? Əsasən Şirin Mirzəyev, rəhmətli milli qəhrəmanımız, o deməli Xaçın çayının yanında, orada Xaçın Stroy deyirdilər, orada 1136-cı sənət məktəbi vardı, QPTO deyirdilər o vaxt. Orada yerləşirdi də onun həmin batalyonu.
Eyni zamanda orada birlikdə xidmət aparırdı Ağdam polisi, əməkdaşları, orada rota var idi, hansı ki alay və Xocalı polisi. Xocalı işğal olandan sonra vermişdilər həmən Ağdamın deməli tabiçiliyində vermişdilər, orada xidmət aparırdılar. Və orada da indiyə qədər məsələn Dağlıq Qarabağda 28 nəfər polis əməkdaşım mənim rəhmətə gedib. Həlak olubdur həmən döyüşdə. Bax həmən yüksəklikdir hansı ki o alınandan sonra ermənilər tərəfindən 36 gündən sonra 22 iyul 93-cü ildə Ağdam işğal olundu. Çünki vururdular ağır texnika ilə, artilleriya ilə, silahlar da gəlirdi. Kəlbəcər yolu, Vək yolu var idi, Doşanlıdır. Sonra orada Taxta Körpü deyilən yer var, Əlağalı var. Sonra orada Sırxəmət vardı, mənim polis bölməm var idi. Hansı ki orada ictimai asayişi qorunur, Narışlar, Balaca Zülfüqarlı dərəsi, Kəlbəcərin hamısı nəzarət altındadır. Həmən yüksəklikdən. Həmin yüksəklikdən nəzarət altındadır. Sadir müəllim, ermənilər Fərrux yüksəkliyini itirməklə nələrdən məhrum oldular? Ermənilər Fərrux yüksəkliyini itirməkdə əsasən təxribatlardan məhrum oldular. Təxribat törədə bilməyəcəklər. O içəridəki separatçı qruplar hərəkət eləyə bilməyəcəklər. Çünki bəli, silahlanma eləyə bilməyəcəklər. Axı onlar hərəkət eləyirdilər daxildəki yollarla. Eyni zamanda Ağdərə, Xankənd trası ki var, həmin tras təkcə elə ondan ibarət deyil ki, dedim bayaq sizə ki, Əskərəndən bir tras çıxırdı ora, Talış kəndindən biri çıxırdı ora, aşağıdan gələndə həmən Əlağalı, Xaçınustroy tərəfdən bir yol çıxırdı. Bax, bütün bunların hamısı, özdə onlar o qədər azğınlaşmışdı ki, Ağdamın kətləri də onlara deməli işğalda qalmışdı da. O azad olunmaqla Ağdamın o hissədə olan şimal-qərb hissəsi gedir də, kətlərimiz hamısı azad oldu. Bilirsiniz ki, bu saatlar Xaçınbəddə nə cür işlərimiz gedir, Şahbulaq arxayındır, hər şey arxayındır. Onlar o təhlükə törədirdi orada. Və eyni zamanda bütün təxribatları oradan törədirdilər, Ağdama qarşı. Bu tərəfdə var yüksəklik, Naxçıvanik. O bir heylə yox. Çünki burada Fərruxda, orada çox gizli bir yüksəklikdir. Orada Yəhər dağı var, Turş su var. Bax, orada onlar hamısı bütün pozisiyalarını qurmuşdular. Hətta deyil, bunkerlər qazmışdılar orada. Bunkerlər, bilirsiniz nə cür bunkerlər? Dağın altında 2 kamaz üz-üzə gələn bunkerlər. Nəyin hesabına? Bizdə dağıntıların hesabına. Bizdəki, məsələn, Ağdamda 1988-ci ildə 194 min əhali yaşayırdı. 194 min əhali. Və evlər də bilirsiniz ki, nə cür abadıdır hər şey. Elə şeylərin hesabına bunkerdə yaratmaq olardı, hələ metropoliten də eləmək olardı. Ümumiyyətcə, ermənilər ömrü boyu təxribatla məşğul olublar. Bax, yadınızdadır, mən sizə bir yaddaşlıq edeyim də. 394-ə yaxın terror hadisəsi törədib ermənilər. Bakı metropolitində törətdilər, Tbilisi-Bakı avtobusunda törətdilər, Dağıstandan gələn Moskva-Bakı qatarında, hava limanında, yadınızdadır mı? Hava su hövzəsində törətdilər, Aktau, Türkmenbaşı paromda, bütün bunlar təkcə orada törətmirdilər, hər yerdə. Tarixə də yenə geçsək... Adları ilə yanaşı çəkir zaten terror aktları. Bax, bütün bunlar hamısı, orada da onlar ancaq o yüksəkliyi almaqla biz arxayın artıq onlara xəbərdarlıq edirik ki, bəyannamənin tələbləri yerinə yetirin, gəlin, insan balası kimi yaşayın. Yox, çəkilmişsiniz bu uydurma iddialarınızdan. Bax, bu cür iddialarla, inatkarlıqla, o Sərkisyan, Kaçaryan, onlar, bilirsiniz, korrupsionerlərdir, heç mafiyada duyurlar, korrupsioner. Onlar qorxurlar, bilirsiniz nədən? Məsələ həll olandan sonra onları korrupsiyaya görə gətirib tapros eləyəcəklər. Hələ o Xocalı soyqırımına görə, yox, o birisinə görə. Ona görə də onlar, qoy, ermənilər başa düşsün. Başa düşsün ki, o qətnamə, bəyannamə yerinə yetirilməlidir. Vladimir Putin özü demişdi də, əgər onlar eləməsə onların intiharıdır. Artıq biz tam azad surətdə Ağdamla, orada həmin ki Azərbaycan kətləri var, o kətlər yenir də Kəlbəcərdən gəlir Zübəri, Zülfüqarlı dərəsinə qədər də və o yollara nəzarət elədik və artıq tam azad hərəkət elədik. Bir, Ağdərə, Xankəndi yolu tam bizim nəzarətimizə keçdi. Oradan bir dənə elə bir toyuq da keçsə bilinəcək ki,
Bəli, buradan getdi. Silah-sursat gətirə bilməyəcəklər. Həmən dediyiniz təxribatları törətməyə heç bir hazırlıq görə bilməyəcəklər. Və orada onların o hazırladığı bunkerlər ələ keçir. Artıq orada hərəkət eləyə bilməyəcəklər. Və eyni zamanda əsgərənin artıq biz tərəfdə o Xocalının bizim tam nəzarətimizdə olmasına kömək elədi. Nəyə görə? Çünki həmən tras gəlib çıxırdı 86-cı kilometrdə ilə Xocalıya əsgərəni keçəndə qala var. Keçəndə sağda 86-cı kilometr aparıb çıxardı. Badara, Ballıca ermənilərin daima hərbi sursat skladları olubdur. Meşənin içidir. Çox mürəkkəb bir relifə malikdir. Çox dərəli, təpəli yerdir. Bax, bunu əldə elədik. Xankəndinin özünün artıq Şuşa da görükür oradan. Şuşa da aydın görükür. Tam demək olar ki, həmən yuxarı Qarabağ bizim Azərbaycan ordusunun nəzarətinə keçdi. Bildiniz, bax, ən böyük əhəmiyyəti bundan ibarət oldu ki, eyni zamanda əhalimiz artıq inandı ki, həqiqətən qutardı. Çünki onu görəm, mən görmüşəm, mən bilirəm, buradan belə artıq ermənilərin başqa çıxış yolu yoxdur, o bəyannaməni yerinə yetirməlidirlər. Sadir, mən bilirik ki, Fərrux yüksəkliyi Rus sülh məramlarının məsuliyyət zonasına daxildir. Amma ermənilər Rus sülh məramlarının gözü qarşısında Fərrux istiqamətində, kənd ətrafında mövqelər qazırdılar. Yəni buna Rus sülh məramları necə reaksiya verməlidirlər əslində? Və deyə bilərikmi, Rus sülh məramlarının məhz 10 noyabr razılaşmasını pozması, eyni zamanda erməniləri orada himayə altına alması Azərbaycan ordusunun bu reaksiyası ilə nəticələndi? Onlar erməninin daxilindədirlər. Ətrafı hamısı ermənilərdir. Orada da ermənilər hansılardır? Separatçılardır, Kaçaryanın adamlarıdır, Sarkisyanın adamlarıdır, o Balasanyandır, Arayikdir. Bunlar hər vəclə bu Urusu özünə tərəf və Urus da bütün bunları görə göz yumur. Bu bir dəfəlik Moskvadan tələb olunmalıdır. Yuxarıdan tələb olunmalıdır ki, düzgün xidmət aparsınlar. Axı o cinayətdir. Sülh məramlı nə üçündür? Sülhün yaranması üçün zəmin yaratmaqdır. Əksinə, onlar çalışmalıdırlar ki, bu işlər yumuşala, nəyə görə? Arada sülh ola. Ancaq onlar şərait yaradırlar. Erməni də ümid olur ki, bununla güya təzdən bizə qarşı nəyisə eləyə bilər. O qeyri-mümkündür. Bax, burada tamamilə tələbkarlıq artırılmalıdır və sülh məramlılar o ideyadan əl çəkməlidirlər və bir dəfəlik qanunu tədbir görməlidirlər. Necə qanun var, o cür. Təşəkkür edirəm Sadir müəllim, çox sağ olun. Qonağımız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti polis rəisinin müavini, hazırda Bakı Slavyan Universitetinin dosenti Sadir Məmmədov idi. Biz Fərrux yüksəkliyindən və bu yüksəkliyin ordumuz üçün hərbi strateji əhəmiyyətindən danışırdıq. Görüşənədək.